Və budur, maç başlandı. Hər iki komandaya uğurlar. Qarabağ, Qəbələ. Ölkə Kubukunun final maçı artıq start götürdü. Dərhal gərgin mübarizə başladı meydanda, top uğrunda. Qəbələnin çempionatda ən məhsullar futbolçusu oydu, amma Qarabağın gəlin bu hücumda izləyək. Sağ cinahdan hücum təşkil edilir, cərmə meydancasına top göndərildi. Burada topu uzaqlaşdıran oyuncu Qəbələnin heyətində Tellur Mütəllimovdur. Hücum davam edəcək, uzaqdan zərbə, ilk zərbə Qarabağdan gəlir və bu zərbə standart vəziyyətlərdən çox gözəl istifadə etməyi bacaran komandada ötürmə edilir. Uzaq küncə qapıya zərbə indirildi, Şəhic və top qapıdan aralı keçir. Qapıdan çox az fərqlə, amma aradan keçir. Təhlükəli bir hücumu idi. Zərbəni vuran futbolçu, səhv etmirəmsə, Zinyov idi. Hücumda Qarabağdır, ötürmə edilir. Muharremin zərbəsi dəqiq alınmır. Məhəmməd Mirzəbəyeva indi öz təlimatlarını verir Roman Qriqorçuk, amma Roman Hüseynov da onun yanındadır. Maçın isə 26-cı dəqiqəsi gedir. Cərmə zərbəsini yerinə yetirir Qəbələ. Nika Kvekveskirinin zərbəsi. Uzaq məsafədən qüvvətli bir zərbə gəldi Gürcüstanlı futbolçudan, amma Bədavi Hüseynov hücuma dəstək verir mərkəz müdafiəçi. Sağ cinahla Maksim Medvedevlə oynadı. Əfran İsmailov. Əfran irəliyir. Əfran nə edəcək? Muharremlə oynamaq cəhdi dəqiq alınmadı. Top ona qayıdır, qapıya zərbə indirilir və Bizatoslu hiss etmədi. Bu Məhəmməd Mirzəbəyev idi. Üzr istəyirəm, Araz Abdullayev yox. Bir daha izləyirik. Əfran İsmailovun bu zərbəsini. Araz Abdullayev yanında var. Onu görür. Onunla oynayır. Abdullayev. Kvekveskiri. Təhlükəli ola bilər. Azoviç qapıya zərbə. Top qapıdan aralı keçir. Qapçı belə olan halda bu topa reaksiya göstərməkdə, bu topu tutmaqda çətinlik çəkirdi. Əfran İsmailov topu qəbul edir. Cərmə meydancasına daxil oldu Əfran. Aldancı hərəkətlər. Əfran top direğe deyir və geri dönür. Heç yerə ayrılmısınız. Qısa fasilədən sonra dərhal Bakı studiyamıza bağlanacaq. Bir daha Əfran İsmailovun bu gözəl driblingini izləyək. Banqan Coşqun Diniyev bir qədər sonra dəyişiklik baş tutacaq. Hələlik isə gəlin Qarabağın bu hücumunu izləyək. Künc zərbəsi yerinə yetirilir. Ötürmə edildi. Yaxın küncə qapıya zərbə olacaqmı və top qapıdan keçir. Oyunda hesab açılır. Qarabağ bu qolu vurur. Qol müəllifi Mahir Mədətov olur. Gənc futbolçu oyunda öz sözünü deyir. Hesabı açır. Qarabağ 1, Qəbələ 0. Qol adı Mahir Mədətov. Qarabağ 1, Qəbələ 0. Birinci hissədə qeyd elədik ki, standart vəziyyətlərdən daha təhlükəli Qəbələdir, amma yox. İlk gün zərbəsini yerinə yetirən Qarabağ dərhal bundan maksimum yararlanır və qolu Mahir Mədətov vurur. Bir oyuncu olur. Bir daha izləyirik. Bu ötürmədən sonra tam nəzarətsiz qalan Mahir Mədətov Əfran İsmailovun bu ötürməsini 100% dəyərləndirir. Topu qapıdan keçirir, hesabı açır. Qarabağı ardıcıl 3-cü dəfə ölkə kubokuna yaxın edir. O müdafiəçidir. Bu qoldan ruhlanan Qarabağın növbəti hücumu Miçel ötürməsini edir. Oynankar vəziyyət yoxdur. Qapıya zərbə və ikinci topu Mahir Mədətov vurmağa çox yaxın idi. Qarabağı görürük. Oynankar vəziyyət burada yox idi. Mahir Mədətovun zərbəsi Bizatos gerisindədir. Ötürməsini edir. Bu dəfə necə olacaq və ikinci gol. Az qala Qəbələnin qapısından keçəcəkdi. Meydana daxil olur. Ehtimal edirdi ki, Mahir Mədətovun yerinə çıxacaq Coşqun Diniyev, amma yox. Bir daha izləyirik. Bədavi Hüseynovun bu zərbəsi, amma indi sual yaranır. Rəşad Sadıqovun yoxluğunda Qarabağ müdafiəsi necə oynayır? Coşqun Diniyev, Maksim Medvedev, Qara Qarayev. Miçel cərmə meydancasındadır. Miçel qapıya zərbə indirir. Bizatoslu yaxın küncü tutmalı idi. Bədavi Hüseynov. Agoli topu dəqiq qəbul etdi.
Albaniyalı futbolçu. Almeida. Michel. Hər an topu qəbul etməyə hazırdır bu futbolçu. Əfran İsmailov. Əfran İsmailovun yerlə ötürməsi Mahir Məmmədov topa yetişə bilmir və əvəzində onun işini Qəbələ komandasının oyuncusu İrfan Abbasov edir. Avtogol qeydə alınır. 2-0 hesabı ilə Qəbələ hesabda geri düşür. Roman Qriqorçuka fikir verin. Şok yaşanır Qəbələnin düşərgəsində. İrfan Abbasov topu öz qapısından keçirir. Mahir Məmmədov artıq bu topa çata bilmirdi. Top ondan keçərək İrfan Abbasova gəlir çatır və İrfan Abbasov sol ayağı ilə topu öz komandasının qapısından keçirir və təbii ki bunu bilərəkdən eləmir. Futbollardan belə şeylər olur. Qarabağ 2, Qəbələ 0. Bir daha izləyək bu hücumu. İrfan Abbasovu da başa düşmək olar. Gerisində Coşqun Diniyevi hiss edirdi. Təhlükəni soğuşturmaq istədi. Topu ümumən meydandan çıxarmaq arzusundaydı. Amma top ayağına elə yatdı ki bu kifayət etdi ki top qapıdan yetişəcəkmi? Araz Abdullayevin qarşısında top düşür. Araz topu qəbul edir. Azobiçə yaxşı bir ötürmə edir. Azobiç oyundan kar vəziyyəti yoxdur. Azobiç nə edəcək? Topu yenidən Araza qaytardı. Araz, Cavid Hüseynov. Buradan zərbə də indirə bilər, amma ötürmə edir. Qapıya zərbə! Şəhic! 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 Bir daha baxırıq. Yıxılaraq bu zərbəni yerinə yetirdi İrfan Abbasov. Araz Abdullah topun gerisində də hakim işarəsi gəlir. Nika Kvekeskiri. Nika birbaşa qapıya zərbə indirir və top çox cüzi bir fərqlə qapıdan aralı keçərək meydanı... Bir daha Nika Kvekeskiri'nin bu cərmə zərbəsini izləyək. Pozulsa da hakim bildirir ki top Qarabağdadır. Oyunu davam etmək olar. Əfran İsmailov topu meydanda saxladı. Topun meydandan çıxmasına imkan vermir Əfran. Coşqun Diniyev. Almeida qapıya zərbə də indirə bilər, amma yox. Komanda yoldaşı ilə oynayır və uzaq məsafədən qapıya zərbə, top dirəkdən geri qayıdır. İkinci dirək. Rahid Əmirquliyev 6 yerinə yetirdi. Əfran İsmailov. Əfran İsmailovdan gözəl hərəkətlər. Nika Kvekeskirini keçir. Cərmə meydançasına daxil olur. Ötürməsi deyildi, bu zərbə idi. Xəsislik etdi burada Əfran. Bugün çox gözəl bir maç keçirdi Əfran İsmailov və bizi bir xeyli sevindirir. Əfranın belə formada olması, bir müqavimət göstərə bilsin və layiqli müqavimət də göstərə bildi. Amma qalib gələ bilmədi. Nə edək? Futbolda bir tərəf qalib gəlməlidir, digər tərəf isə məğlubiyyətlə barışmalıdır. Və görünür bu mövsüm belə də olur. Qarabağ yenidən Qəbələdən üstün olur. Qarabağ 2-0 hesabı ilə qalib gələrək ölkə kubokunu sahibi də artıq. Bu bir faktdır. Fariz Yusufun final fili səsləndi. Hər iki komandaya bu maraqlı mübarizəyə görə təşəkkür edirik. Mövsüm boyu hər iki komanda bizi darıxmağa qoymadılar. Mövsüm boyu hər iki komanda ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil etdilər. Layiqincə təmsil etdilər. Hər ikisinə buna görə təşəkkür edirik. Çempionatı birinci yerdə başa vurmaqla yanaşı, həm də ölkə kubokuna sahib çıxdı.